Turco burritoya getməmək üçün 5 səbəb. Burritoları dadlı olsa da toyuqlu, qığırdaqlı idi və bu yediyiniz zaman çox iyrənc bir hiss verirdi sizə. Qətiyyən yeyə bilmirdiniz. Yanında olan kartof fri az idi, amma yaxşı olsa belə soyuq idi ki, bu da dad keyfiyyətini azaldır. İndi isə taco görürsüz. Taco yeyənlər bilir ki, taconun xəmiri qətiyyən belə olmur. Daha doğrusu lavaşı, tortilla lavaşı mütləq qızardılmalıdır. Əllə kəsdiyinizdə xırçıltı ilə kəsilməlidir. Burada isə nə isidilib, nə qızardılıb. Buz kimi idi. Bunun da içində toyuqlar qığırdaqlı idi. Gördüyünüz kimi yemək olmurdu. Dadına iyrənclik qatırdı. Gördüyünüz kimi burada içini göstərirəm. İndi isə gələk nachosa. Nachosun içindəki cipslər bütöv şəkildə olmalıdır. Qırılmış şəkildə yox. Burada isə sadəcə içində olan 3-4 dənə cips bütöv idi. Ümumilikdə Turco burritoya 10 üzərindən 5 xal.